izləyicilər, hər birinizi Xonçadan söhbətlərin yeni bölümündə xoş gördük. Bugün əziz söhbətdaşım Rəna xanımla yenidən birlikdəyik və bugünkü mövzumuz hər kəs üçün çox maraqlı olan şokoladın tarixidir. Lakin əsas mövzumuza keçid etmədən öncə maraqlı bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Rəna xanım Azərbaycandan şokolad səfiridir. Rəna xanım, şokolad səfiri tam olaraq nədir? Bu mövqeyin əsas məğzi nədən ibarətdir? Mən hal-hazırda Xonça fabrikanın istehsalat departamentinin rəhbəriyəm və bununla yanaşı Bakıda Ulduz şokolad fabrikasında dad mütəxəssis kimi çalışıram. Şokolad ambasadoru nə deməkdir? Yəni şokolad səfiri nədir? Ki insanlarda bir anlayış olsun. Demək belə, mən hal-hazırda qeyd etdiyim kimi Azərbaycandan şokolad səfiriyəm, Şokolad Akademiyasında. Demək bir klubu var, hansı ki 30 dövlətdən 200 ən professional, peşəkar qənnatçılar və əsasən şokoladçilər o kluba daxildir. Bu kluba üzv olmaq üçün bir qənnatçının tam olaraq hansı müvəffəqiyyətləri əldə etməsi lazımdır? Bu çox uzun prosesdir, amma yəni əldə edə bilərik. Bu kluba daxil olmaq üçün siz qənnatçı şokoladyer olmalısınız və uzun müddət bu şokolad brendini istifadə etməlisiniz. Mütəxəssisləşməlisiniz yəni. Bəli, və insanlara bunu tanıtmalısınız. Bəs bu klubun üzvü kimi bir şokolad səfirinin missiyası tam olaraq nədən ibarətdir? Qeyd etdiyim kimi 200 nəfər bu klubda ən peşəkar şokoladyerlər daxildir və 30 dövlətdə şokolad akademiyaları var. Bizim missiyamız nədən ibarətdir? Bu şokoladı yeni, innovativ reseptlər yaratmaq şokoladdan, insanları təqdim etmək, sonra təlimlər keçirmək. Yəni əsas məqsədimiz şokoladı tam əsl mənasından anlamaq, başa düşməkdir. Əsl şokoladla insanları tanış eləmək. Tanış eləmək. Bəs Rəna xanım, sizin fikrinizcə şokolad səfiri olmağın ən böyük avantajı tam olaraq nədir? Ən böyük avantaj bu kluba daxil olduqdan sonra şokolad səfiri dünya miqyasında bir tanınmış bir şokoladyer olur və bu klubun etibarlı bir simasına çevrilir. Hansı ki bu şokoladı insanlara həm tanıdır, həm də sevdirir. Rəna xanım, bizə maraqlıdır. Bu Şokolad Akademiyasına siz tam olaraq neçənci ildən üzv olmusunuz və professional həyatınızda necə bir dəyişiklik yaradıb sizdə? Bəli Zərifə xanım, əgər mən bugünkü gündə peşəkar dad ekspertiyəmsə və gözəl bir şokoladyerəmsə, mən bunu demək olar ki 90% Şokolad Akademiyasına borcluyam. O zaman şokolad səfiri olaraq şokoladın tarixi barədə ən yaxşı bilgiləri biz sizdən öyrənə bilərik. Əlbəttə, indi isə mənə əziz, doğma, maraqlı olan ən gözəl tarixçələrdən biri təbii ki, şokolad haqqındadır. Qeyd etdiyim kimi həm şirin, həm gözəl, həm də çox dərin bir böyük tarixçəsinə malikdir. Sənətçi və şokolad azarkeşi John Tullius'a görə 10 insandan 9'u şokoladı sevir, biri isə hər zaman yalan danışır. 10'uncu isə hər zaman yalan danışır. Kimsə deyirsə ki, mən şokoladı sevmirəm və bu mənim təcrübəmdə tez-tez rast gələn bir ifadələrdir, reaksiyalardır insanlar haqqında. Düşünürəm ki, hələ onlar özlərinə məxsus olan şokolada dadı tapa bilməyiblər. Yəni damaq dadlarını kəşf etməyiblər deyə şokolad barədə. Bəli. Yəni məsələn, şokolad plitkasını sevməyə bilər. Yəni ki, şokolad plitka bar. Tamam, anladıq. Amma bu insanlar bunu belə dedikdə mən onlara şokoladı tam fərqli bir usulla, tam fərqli bir reseptlə təqdim edərkən nə reaksiya alırıq Zərifə xanım? Böyük ehtimalla daha çox bəyənirlər. Bəli, nə qədər də dadlıdır. Yeni bir dad kəşf edirlər. Bəli, mən heç düşünmürdüm ki, şokolad bu qədər də dadlı ola bilər. Həm də sizə bir sir də açım. Mən insanların davranışına,
insanların xasiyyətinə görə hansı şokoladı sevdiyini təxmin edə bilirəm. Bu da şef olmağımın avantajlardan biridir. Sizə bəlkə gülməli gələ bilər, amma bunu dəfələrcə yenə də qeyd etdiyim kimi təcrübəmdə hiss eləmişəm. Müştərilərlə oturduğum zaman, müştərilərdən sifariş aldığım zaman gənc həmkarlarımla da paylaşım. Nəyə diqqət yetirirəm? İstifadə etdiyi ətirlərdən, bəli, Analiz eləyirsiniz. bəli, bir növ analiz edirəm. Ətirlərin çalarlarından, geyindiyim paltarın rənglərindən, insanın danışıq tərzindən qeyd etdiyim kimi qalan sirlər də mənə qalsın. Əslində şəkər və bal qədər qədim tarixə malik bir qidadır şokolad da. Və çox qəribə bir şəkildə insanlar böyük ehtimalla Avropadan yayıldığı üçün Avropa tarixi köklərindən tanıyırlar şokoladı, amma əslində Amerikaya gedib çıxır tarixi şokoladın. Bəli, siz özünüz də qeyd etdiniz. Şokoladın tarixi bal və şəkər kimi çox qədimlərə dayanır və bugünkü biz bildiyimiz şokolad formasını alması üçün şokolad çox uzun bir illər ona lazım olur ki, bugünkü bu şəkildə şokoladı istifadə etsinlər. Şokoladın tarixçəsi tamamilə Amerikanın yerli xalqlarına məhsusdur. Bu da təxminən eramızdan əvvəl 3500-1500-cü illərə gedib çıxır. Bəli. Qədərilə. Və o eradan əvvəl 3000-500-cü illərdə artıq Amerika xalqları bu tanrının qidasını tanıyırdılar. Bu arada şokoladın tarixindən danışanda nəzərdə tutduğumuz Amerika Birləşmiş Ştatları deyil, Amerika qitəsidir. Düzdürmü? Bəli, və bu ağacın vətəni məhz Meksika hesab olunur. Rəna xanım, biz şokoladı təbiətdən hansı formada əldə edirik? Şokolad dənələri və paxlaları yığılır, təmizlənir və böyük ərazidə banan yarpaqlarının üzərinə sərilib, banan yarpaqları da örtülür və 2-7 gün fermentasyondan keçir. Fermentasyon nə deməkdir Zərifə xanım? Çox böyük bir prosesdir. Mikroorqanizmlərindən təzədən bunlar işlənilir. Yəni bir növ desək, pıçqırma kimi. Yəni belə sadə bir sözlə ifadə eləsək. Bu fermentasyonu 2-7 gün ərzində keçir. Bu fermentasyon nə üçün bizə lazımdır? Şokoladın içində olan acı dadı üzə gətirmək, ətirləndirmək və fermentasyondan sonra artıq şokolad dənəcikləri qəhvə rəngini almağa başlayır. Theobroma ağacı Yunan dilindən tərcümə olunur, tanrıların qidası. Sonradan isə Olmeklərdən Azteklərə kakao adı ilə keçir və sonradan İspaniyadan Avropaya və bütün dünyaya Hal-hazırda bildiyimiz kakao adı ilə yayılır. məşhurlaşır. Eramızdan əvvəl 1500-cü illərdə artıq mayalılarla Azteklər kakao dənələrini üyüdüb onun müxtəlif tipdə içkilər hazırlayırdılar. Bunlar barədə bir məlumat verə bilərsiniz? Əlbəttə verərik. Demək, qeyd etdiyim kimi şokolad əvvəl sərt, bərk belə plitka şəklində deyildi və onu içki olaraq istifadə edirdilər. Qeyd etdiyim kimi hər kəsə əl çatan deyildi. Bunu ancaq yüksək zadəgan təbəqəsi istifadə edirdilər dini mərasimlərdə, bayramlarda və əsasən də kişilər istifadə edirdilər. Mayalılar üyüdülən kakao dənəciklərinin içərisinə isti su və acı biber qatırdılar, belə istifadə edirdilər. Azteklər isə ədviyyat və şirin də bal da bəzən qatıb istifadə edirdilər. Əslində tam olaraq oxşamasa da indiki istifadə elədiyimiz hot chocolate, yəni isti şokolad içkisinin bir alternativi kimi də anladığım qədərilə. Bir balaca bənzəri deyə bilərik, amma hələ də tam hot chocolate deyil təbii ki.
Həmçində Azteklər çox böyük önəm verirdilər kakao dənəcikləri. Hətta sizə etiraf edim ki, kakao dənəcikləri pul vahidi də olub. Görün nə qədər böyük önəm verirdilər. Və kakaodan hazırlanan bu içkilərdə əslində ancaq saray xalqı, krallar və zadəganlar içə bilirdilər anladığım qədərilə və əsasda dini mərasimlərdə istifadə edirlər. Bəli, tamamilə doğrudur. Ancaq varlı təbəqə insanları istifadə edə bilirdi. Hər kəsə o kakao dənəcikləri, kakao əl çatan deyildi. Şokoladın eramızdan əvvəlki tarixinə nəzər yetirdiksə, məncə artıq yavaş-yavaş dövrümüzə və 16-cı əsrdə şokoladın Avropaya səyahətinə keçə bilərik. Bəli. 16-cı əsrdə əslində şokoladı ilk tanıyan kim olur? Kristofor Kolumb olur. Amma təəssüflər olsun ki, Kristofor Kolumb bu adı bəyənmir və Avropaya özü ilə aparmaqda imtina edir və şokolad haqqında, kakao dənəciklər haqqında bir müddət unudulur. Sonradan isə bütün dünyaya şokoladı tanıdan kim olur Zərifə xanım? Herman Cortes. Herman Cortes. O yenidən Azteklərin hökmdarı 2. Montezumla görüşür və 1519-cu ildə bu hadisə baş verir və hökmdar onlara 1519-cu ildə ən sevdiyi içkilərdən kakao içkisini təqdim edir, hətta qızıl qablarda. Lakin onlar bəyənmirlər anladığım qədərilə. Bəli, Cortes onu bəyənmir, amma bu hədiyyələrə hörmətsizlik etməmək üçün nə edir? Hədiyyələri qəbul edir və İspaniya kralına hədiyyə edir. Kral bu dadı bəyənir və nə olur? Şokolad üçün yeni era başlanır, yeni ideyalar əldə olunur. Kral təbii ki, şokolad acı olduğu üçün Zərifə xanım onlar başlayırlar dandırma. Nə əlavə edirdilər? Şəkər, bal, təbii ki. Şəkər, bal, ədviyyatlar və beləliklə şokolad içkisi hamının sevimlisinə çevrilir. Əslində indi içdiyimiz bir çox şokolad içkisində kökü buradan gəlir. Bəli. Çünki balla birlikdə süd də əlavə edirlər, Bəli. vanil kimi dadlandırıcılar da əlavə edirlər. Doğrudur. Amma təəssüf ki, Cortezin bu səfərləri əslində Azteklər üçün çox da uğurlu olmur. Çünki bir müddət sonra Montezuma özü ölür. Təəssüf ki, və Azteklər İspaniyanın müstəmləkəsinə çevrilirlər. Və tamamilə bu Beləliklə də xalq böyük bir mədəniyyətin əslində sonu gəlib çatmış olur. Bəli, təəssüflər olsun ki, amma yenə də biz onları unutmuruq və onların bizə verdiyi bu hədiyyəni hələ də istifadə edirik. Və 16-cı, 17-ci əsrlərdə məşhur İtalyan səyyahı Francesco Carletti öz kitabında şokolad haqqında məlumat verir. Və bu nə deməkdir? O deməkdir ki, İspaniyadan sonra həqiqətən də çox geniş və böyük sürətlə yayılır. Demək, sonradan kakao Avropadan Böyük Britaniyaya yayılır və varlı insanların ən sevdiyi qidalara, içkilərdən birinə çevrilir. Elit kafelər açılır və orada bu içkini içirlər, siyasətdən, əyləncələrdən danışırlar. Ancaq ki, sırf varlı təbəqə üçün idi bu içki. Əslində 19-cu əsrə qədər kakao hələ də duru halda istifadə olunurdu. Amma ondan sonra böyük bir inqilab baş verdi və 1828-ci ildə Konrad artıq yeni bir üsul kəşf elədi və preslənmə üsulu ilə biz kakaonu maye halda yox, daha çox qatı halda istifadə etməyə başladıq. Bəli. Bu əsl sözün mənasında bir inqilab idi. Demək, kakao dənəcikləri fermentasyon keçdikdən sonra onlar təmizlənir yenidən və 120-150 dərəcədə qovrulur. Qovrulduqdan sonra tam qabıqdan 2 dəfə onlar təmizlənir. Təmizləndikdən sonra bu artıq pres makinalarından keçir. Keçdikdən nə əldə edirik? Kakao yağı. Kakao yağının əldə etdikdən sonra qalan hissələri isə biz onu təzədən kakao pudra şəklində artıq qənnadda istifadə edə bilirik. 1847-ci ildə
İngilis mütəxəssisi Joseph Fry nəyi kəşf edir? ilk şokolad plitəsini. İlk şokolad plitəsini tərkibinə şokolad yağı, şəkər, Və kakao tozu. kakao tozunu əlavə etməklə bir plitka yaradır. Ancaq ki, bu plitka təbii ki, acı olur Zərifə xanım, amma buna baxmayaraq nə xoş bir haldır ki, bu bestseller olur. Beləliklə 1875-ci ildə Daniel Peter və Henry Nestle. Nestle ilk südlü plitkaları kəşf edirlər. Henry Nestle 1860-cı ildə ilk uşaq yeməyi hazırlayır. Bunun məqsədi nə idi? Uşaq ölümlərinin sayını azaltmaq, ana südünə əvəz olunan bir süd tapmaq və bu ixtira südlü şokoladın yaranmasında çox böyük rol oynadı. Çünki burada artıq onlar quru südün istehsalını bacarmışdılar. Bəli, biz bildiyimiz kimi südlü şokoladlı plitka nədən ibarətdir? Kakao yağı, şəkər və quru süd. Və şokoladın hazırlanmasında conching, yəni yoğurma üsulu var. Bunu da Rudolf Lindt ilk dəfə kəşf edib. Bəli, Rudolf Lindt bunu 1879-cu ildə ixtira edir bu avadanlığı və bu rəsmən demək olar ki, ikinci inqilabı yaşayır. Şokoladda özünə məxsus olan acılıq da deyil, bir turşuluq var. Hansı ki, biz onu bəyənmirik. Bu avadanlıqla conching nə deməkdir? Qarışdırmaq deməkdir. Yoğurmaq deməkdir. Yoğurulmaq deməkdir. Bununla nə əldə etdik Zərifə xanım? O turşuluq dadını, xoşa gəlməz dadı biz onu aradan qaldırdıq. Və şokoladın bilirsiniz də, ağızda ərimə bir belə temperaturu, strukturu olmalıdır. Qumlu olmamalıdır, yağlı olmalıdır. Bax, biz bu conchinglə bu struktura biz malik olduq. Biz rahatlıqla deyə bilərik ki, müasir şokoladın vətəni Alp dağlarının qoynundakı İsveçrə sayılır. Amma maraqlı bir şəkildə kütləvi istehsal da Amerikanın adı ilə bağlıdır. Bəli, 1900-cü ildə Amerikada şokolad fabrikası açır Hershey və beləliklə şokolad hər kəsə əlçatan olur və sevilən olur. Şokoladın tərkibi teobramin və kofeinlə çox zəngindir və insanlara faydalıdır. Tərkibindəki birləşmələrdə insan bədənindəki serotonin, oksitosin və dopamin kimi hormonların ifrazını artmasına gətirib çıxarır. Bəli. Yəqin ki, yeyilə bilən xoşbəxtlik Tanrıdan bizə verilən ən gözəl hədiyyədir. Rəna xanım, sizə görə ən keyfiyyətli şokolad nədir və onun prinsipləri nələrdir? Çox uzun, böyük bir mövzudur, amma qısaca danışacağam. Təbiətdə Zərifə xanım bugün biz danışdığımız kimi sadəcə qara şokolad var. Bəli. Südlü şokolad bildiyimiz qara şokoladla süd əlavə etməklə əldə edirik südlü şokolad. Ağ şokoladda isə Zərifə xanım kakao dənəcikləri yoxdur. Sadəcə kakao yağı, quru süd və şəkər vardır. Ona görə də ən faydalı insanlara sayılır qara şokolad. Amma onu da bir deyim sizə, gündə 40 qram şokolad yeməklə qara şokolad 70% insanın ömrünü artırır. Şokoladın yüksək keyfiyyətin göstəricilərdən biri də nədir? Onun parıldığı, sərtliyi və qırıldıqda çat səsini eşidilməsi, bu onun yüksək keyfiyyətə malikdir. Şokoladın isə tərkibində yüksək faiz kakao yağı olduğunda, kakao olduğunda o nə sayılır? Ən keyfiyyətli şokoladdan biri sayılır. Yəni bütün plitkaları, barları aldıqda nəyə diqqət yetirməliyik? Kakao yağın faizini. Çünki əvəz edicilər də ola bilir, artıq o keyfiyyətli şokolad çox da sayılmır. Rəna xanım, biz bugünkü bölümdə şokoladın tarixi haqqında ətraflı şəkildə danışdıq. Bəli. Nəzəriyyəyə nəzər yetirdik, necə deyərlər və şokoladın hazırlanması barədə əsas məlumatları sizin dilinizdən öyrəndik. Bəs praktiki şəkildə izləyicilərimiz şokoladın hazırlanmasını təcrübə etmək istəsələr
Təbii ki, biz master klasslar təşkil edə bilərik və xanımlar mənim master klassında evdə rahat bir üsulla, asan bir üsulla şokoladı evdə dərəcəyə çatdırıb istifadə edib və plitkalar hazırlaya bilərlər. Yəni əslində öz şokolad plitələrini özləri də hazırlaya bilərlər. Bəli, hazırlaya bilərlər. O zaman məncə izləyicilərimiz bu videonun şərhlər hissəsində bizimlə istəklərini və maraq dairələrini bölüşsünlər. Mütləq. Biz də bacardığımız qədərilə sizinlə master klass hazırlayaq. Tezləşdirərik. Və çalışaq ki, insanlar artıq praktik şəkildə öz evdə öz şokoladlarını da hazırlaya bilsinlər. Bəli. Əks halda, əgər evdə hazırlaya bilmirlərsə, buyurub Xonça Şirniyyat evimizə gələ bilərlər və bu gözəl şokoladları əldə edə bilərlər. Qeyd etdiyim kimi 40 qram şokolad gündə 70% istifadə etsəniz, ömrümüz artır. Və bu gün Xonçada şokoladdan əlavə bizdə şirniyyatlardan nə var? Black Forest tortumuz var, Double Chocolate tortumuz var. Sonra şokoladdan hazırlanmış belə bir şirniyyatlarımız var. Gül formasındadır, bəli. Hətta şokoladlı orxideyalarımız var. Və bütün bizim izləyicilərimiz buyursunlar, bunları burada əldə edib tapsınlar. Rəna xanım, şokoladın tarixindən danışdıq, amma şokolad özü çox dərin və uzun bir mövzudur. Bəli, şokolad qeyd etdiyim kimi dərin, uzun, şirin, gözəl bir mövzudur və onu bir verilişə, bir rubrikaya heç cürə biz sığdıra bilmərik. Deməyim, yoxsa intizarda saxlayın. Gələn rubrikamızın mövzu şokolad, trüfel və bomonlara aiddir. Trüfel necə hazırlanır, hardan, vətəni haradır, kim hazırlayıb, bizi izləyin.